Qurandakı Allahın baldırının açılması nə deməkdir? Bugün sosial şəbəkələrdə müzakirə olunan əsas mövzulardan biri Qurandakı Allahın baldırının açılması ayətidir. Bu ayədə deyilir, baldırın açılacağı gün səcdəyə çağırılacaqlar, amma bacarmayacaqlar. Allahın baldırı nə deməkdir və o necə açıla bilər? Bu rəmzin arxasında hansı gizli sirlər, həqiqətlər dayanır? Bunu anlamaq üçün məşhur sufi Mühiddin İbn Ərəbinin Füsusül Hikəm kitabındakı Allahın baldırının açılması ayəti ilə bağlı fikirlərinə nəzər salaq. İbn Ərəbiyə görə bu ayədə söhbət qiyamət günü sir pərdəsinin qalxmasından gedir ki, insanlar o gün Quranın dərin batini mənalarını anlayacaqlar. Onlar o günə qədər xəyal etdikləri Allaha deyil, tamamilə yeni, Allah haqqında bilmədikləri, görmədikləri möhtəşəm bir təcəlliyə şahid olacaqlar. İnsanlar Allahın əsl simasının necəliyini, kimliyini anlayacaqlar. Başqa sözlə, burada söhbət Quranın zahiri yox, batini mənalarının üzə çıxmasından gedir ki, Zumər surəsinə görə də Quran kitabı ikili mənada, yəni zahiri və batini mənalarda yazılmış hədislər kitabıdır. Quranın zahiri mənalarını hamı başa düşür. Onun batini mənalarını isə yalnız Quranda anlayan tayfa adlandırılan Gəlad İsmaillərinin Kari nəsli anlayır. Quranın 7 qat dərin batini mənalarını bilən bu nəslin ariflərini sufilər natiq, yəni danışan Quran adlandırırdılar. Batini mənalarda Allah, sufilərin kamil insan adlandırdıqları kosmik varlıqdır. Onu tam anlamaq üçün biz Qurandakı əvvəl də, axır da, zahir də, batin də odur ayətinin əsl mənalarını dərk etməliyik. Bu ayədə əvvəldə gəlib zahirdə olan Allah və axirətdə gələcək və batində, yəni gizlində olacaq Allahdan danışılır. Əvvəldə gələn Allah qədim Misir mətnlərində Napatlı Amon adlanan Azəri piridir ki, o ilkin materiyanın, yəni ilahın sirlərini anlayıb, ilahdan göydə el, yəni el-ilah, Allah yaratmışdır. Eyni zamanda bütün bəşəriyyəti yaradan bu Amon Allahı göydə onlar üçün cənnət var etmişdir. Sonra öz ruhu ərşə yüksəlib, göydə Ra-Amon, yəni Rəhman Allaha çevrilmişdi. Bizlərə Amonun ölümsüzlük qazanmış bu ruhu Xızır Peyğəmbər kimi də tanışdır. Axirətdə bu Allahın ruhu Məsihin bədənində yenidən doğulur ki, İsa Məsih elə Ra-Amon Allahın ruhunun ikinci bədənidir. Deməli, axirətdə gələcək İsa Məsih əvvəldə gəlmiş Ra-Amon Allahının ruhunun yeni təcəllisidir. Və o, axirətdə batini sirləri açıb, həqiqətləri insanlara çatdıracaqdır. Bəs bu Allahın baldırı nə deməkdir? Quranda baldır sözü sakin rəmzi ilə verilir ki, bu da ilahın, Allahın sakin olduğu yer anlamındadır. Tövratda bu söz Skiniya kimi keçib Allahın göydəki vəh çadırı, yəni ruhlar dünyası, cənnət mənasındadır. İslamda bu çadır Peyğəmbərimizin əbası Kisa adlanır ki, onun altında olanlar Əhl-i Beyt sayılır. Başqa sözlə Əhl-i Beyt ilahın sakin olduğu müqəddəslər nəslidir. Alban mənbələrində sakin rəmzi Sisakan kimi yazılıb Alban ərənşahlar nəsli olan Gelarkuni nəslinə aid edilir. Batini mənada Gelarkuni Allahın kün əmri ilə yaradılmış Adəmin və İsa Peyğəmbərin eli deməkdir. Başqa sözlə, Allahın baldırı ifadəsi sufilərin Yahu ərənlər adlandırdıqları Midiyanın ərənşahlar nəsli ilə bağlıdır. Yunan mifologiyasında Allahın baldırı ifadəsi Zevs Allahına aid edilir. Zevsin oğlu Dionisin doğum ərəfəsində anası Semela yanır. Zevs baldırını kəsib oğlunu bura yerləşdirir və vaxtı çatanda Dionis baldırdan ikinci dəfə doğulur. Yunan mətnində baldır rəmzi Meros, yəni Mar sözü ilə verilir. Və bu da sufi məntiqində Midiya eli deməkdir. Semela rəmzi bu məntiqdə İsmail kimi də oxunur ki, bu da Midiyanın Gəlad İsmailləri mənasındadır. Batin fəlsəfəsində Zevsin oğlu əvvəldə gəlmiş Amon Allahının axirətdə gələcək oğlu anlamındadır. Başqa sözlə, ikinci dəfə doğulan Dionis axirətdə gələcək və Amonun ruhunu daşıyacaq Allahın obrazıdır. Digər tərəfdən, sakin rəmzi İslamda səkinə kimi də qeyd olunur. Və bu rəmz əhd sandığı mənasında Tabut-i Səkinə adlanır. Qurana görə ilahın sakin olduğu və Musa ilə Harun ailəsindən qalan bu sandıq axirətdə tapılacaq. Yazılanlara görə axirətdə onu Məsih asacaq və içindəki ilahi od göllərə qalxacaq. Hədislərə görə bu od Azərbaycan torpağından dünyaya yayılacaq. Bütün bunlar o deməkdir ki, bu ayənin təvilinə görə axirətdə ərənşahlar nəslindən olan Məsih Quranın batini mənalarını açıb qədim həqiqətləri insanlara çatdıracaq. Lakin insanlar onu qəbul etməyəcəklər. Məşhur sufi Əşari bu haqda bildirir ki, insanlardan böyük və qüdrətli Allahın baldırının açılacağı və
onları səcdə etməyə çağırışla bağlı sorulacaq. Lakin onlar bunu edə bilməyəcəklər. Məgər böyük və qüdrətli Allah kafirlərə gələcək həyatlarında səcdə etməyi əmr etməmişdirmi? O həqiqətən onlara bunu etməyi əmr edir. Hərçənd səhih rəvayətlərdə deyilir ki, ikiyüzlülərin onurğası qılınc tiyəsi kimidir. Buna görə də onlar yerədək əyilə bilmirlər. Başqa sözlə bu ayətə görə axirətdə gəlib Allahın baldırını açan və onun haqqında həqiqətləri insanlara çatdıracaq İsa Məsihə insanlar səcdə etməyəcəklər. Bütün bunlar haqqında daha ətraflı məlumatlar internet səhifələrimdəki Batini Quran və digər kitablarımda və yüzlərlə elmi məqalələrimdə verilmişdir. Qurandakı Allahın baldırının açılması ayətinin təvili adlı geniş məqaləm aşağıda qeyd olunan bu saytdadır.